Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Eminbəyli küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsməsindən bax bu həyət evinə qədər olan məsafə maksimum 200 metrdir. Deməli, bir zal 3 otaqdır. Bax belə bir həyət evi kirayə verilir. Hal-hazırda mən sizə bu zonanı göstərirəm. İstilisimi 2 minutkadır. Qarşıda görmək mümkündür. Bax həmin dediyim küçələrin kəsməsindən bu həyət evinə qədər yenidən təkrar edirəm. Maksimum 200 metrdir. Burası hamamıdır. Bax bu cürdür. İndi sizə məhləsini göstərirəm. Bax həmin küçələrdən, yəni Eminbəyli və Mikayıl Müşfiq küçəsindən 20 nömrəli Bakubusun avtobus işləyir. Qırmızı avtobuslar, eyni zamanda köhnə 24 işləyir. İndi isə mən sizə məhləsini göstərirəm. Gördüyünüz kimi böyükdür, maşın daxil olur. Bax belə bir həyət evinin qiyməti 350 manatdır. Mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Dediyim kimi bir zal 3 otaqdır. Hal-hazırda otaqlardan birini göstərirəm. Bax bu otaqda olan əşyalar bunlardır. Bax hal-hazırda yenidən mən sizə göstərdim. Burası isə mətbəxidir. Bax mətbəğində olan əşyalar, paltoryan maşın, qazlıq pec, xaladenik görmək mümkündür. İndi isə zalına keçirəm. Dediyim kimi qiyməti 350 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bu əraziyə yaxın. Aşağıdan 41, bu tərəfdən 22, bu tərəfdən isə 16 nömrəli orta məktəblər yaxındır. Təxminən bildiyiniz arada yerləşir bu həyət evi. İndi isə bax zalını göstərirəm. Deməli, otaqların birində olan əşyalar bunlardır. Bax, düzdür, lampoçkası hal-hazırda yoxdur. Qazlıq peçi görmək mümkündür. Bax, ceyran peçi kimi tanıdığımız bir peçdir. İnternet xətti hal-hazırda işlək vəziyyətdədir, var. İndi isə mən sizə ikinci otağı göstərirəm. Bax, ikinci otaqda olan əşyalar isə bunlardır. Bax, belə bir həyət evinin qiyməti kirayə haqqı 350 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.